Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Həmişə olduğu kimi yenə də gözəl bir mənzillə sizin qarşınızdayam. Hazır əşyalı bir mənzildir. Elə bir mənzildir ki, həm özünüz yaşaya, həm də alıb rahatlıqla kirayə verə bilərsiniz. Metroya da yaxındır. Yerləşir Qaraqarayevdə, metrodan təxmini 3-4 dəqiqəlik piyada məsafədədir. Yeni tikili binadır, mənzil də yenidir və təmirdən də sonra bu mənzildə yaşayış olmayıb. İndi mən mənzildə olan hər bir şeyi sizə göstərəcəm. Başlayırıq giriş hissəsindən. Bura gördüyünüz kimi bizim giriş qapımızdır. Girişdə işıqlandırmada lüstr və spotlardan istifadə olunub. Sol tərəfdə şkafımız yığılıb. İndi oranın içərisini göstərəcəm sizə. Döşəmə qranitli giriş hissədə isti döşəmə ilə təchiz olunub. Bura artıq gördüyünüz mənzilin qonaq otağıdır. Nəzər çatdırın ki, mənzil bir otaqdan 2 otağa düzəlmədi. Ona görə mətbəx studiya şəklində dizayn edilərək təmir olunub. Gözəl təmiri var, xoşa gələn mənzildir. İnşallah gəlib bunu canlı baxanda da şahid olacaqsınız. Dediyim kimi, bura mənzilin qonaq otağıdır. Mebellərlə tam olaraq təchiz olunub. Görürsünüz, burada divanımız jurnalli. Arxa hissədə dizayna uyğun tablolarımız yerləşdirilib. Bu hissədə dekor güzgümüz var. Burada deməli işıqlandırmada lüstrlardan istifadə olunub. Görürsünüz, mərkəzdə bir ədəd, digər 3 ədəd orada. Əlavə olaraq spotlar, gizli işıq, bura işıqlar, hər bir şey var. TV stent burada yığılıb. Görürsünüz, sağ və sol mebel daraqlardır. Aşağı hissəsi şkafdır. Mətbəx mebeli isə bu tərəfdə yığılıb. Mənzil işıqlı mənzildir, yəni qarşısı da açıqdır. Nəzəri çatdırım, heç bir bina mənzilin qarşısını kəsmir. Görürsünüz, ora Qaraqarayev metrosudur. Deməli, mebelin üst hissəsi mərmərdir. Şkaflar da yığılıb, yəni əşyalarınızı tam olaraq rahatlıqla yerləşdirə bilərsiniz. Bu hissə də şkafdır. Aşağı hissələrlə eyni ilə sobamız qoyulub hazırdır. Burada kondisioner yeri də nəzərə alınıb. 4 nəfərlik masamız yerləşdirilib burada. Və vaxt itirmədən keçək, mən sizə göstərim digər otağı. Orada keçməzdən əvvəl burada mənzilin sanitar qovşağını göstərim. Çox gözəl, zövqlə təmir olunub. Nəzərə çatdırın ki, maraqlı teksturalı qranitlərdən istifadə olunub. Gözəl duş kabinimiz yığılıb. İçərisidə kifayət qədər genişdir. Qara rəngli aksesuarlardan istifadə olunub. Burada moydadır və unitaz, suşirka, yəni aksesuarla tam olaraq təchiz olunub və təbii ki, orada isti döşəmədir. Və nəzərə çatdırım ki, burada sol hissədə mənzil bir otaqdan 2 otağa düzəlmə olduğu üçün o hissədə soyuducunun yeri burada nəzərə alınıb, yəni o hissədə yerləşmədiyinə görə burada nəzərə alınıb. Paltaryan yeri isə bu tərəfdə var. Yəni hər bir şey tam olaraq nəzərə alınıb. Orta hissəsi də şkafdır. Orada ayaqqabı, paltar, digər əşyalarınızı yerləşdirə bilərsiniz. Dərinlik də ideal səviyyədədir. Buradan keçərək mən yataq otağını göstərim, sonra mənzilin məlumatların və qiymətini nəzərinizə çatdıracağam. Burada dediyim kimi yataq otağıdır. Mebelimiz tam olaraq yığılıb. 2 nəfərlik taxtımız, arxa hissəsi də şkafdır. Yəni kifayət edir bu ölçülü mənzil üçün. Şkaflar, ona görə yəni tam rahat ola bilərsiniz. Bu ayda narahat olmağa dəyməz. TV internet çıxış burada nəzərə alınıb. Və buradan da mənzilin bir eyvanı var. Orada çıxış yataq otağındadır. İstilik sistemi kombidir. Radio aparatda görürsünüz, quraşdırılıb hazırdır. Dediyim kimi mənzilin qarşısı tam olaraq açıqdır. Gəlir eyvandan da göstərim. Gözəl də panoraması var. Heç bir bina qarşısını kəsmir. Belə, mən demək olar hər şeyi sizə göstərdim. Mənzilin məlumatlarını bir daha nəzərə çatdırım. Yerləşir Qaraqarayevdə, Qarayev metrosundan piyada maksimum 3-4 dəqiqəlik məsafədədir. Yeni binada, yeni təmirli və təmirdən də sonra yaşayış olmamış bir otaqdan 2 otağa düzəlmə mənzildir. Ölçüsü 39 kvadratdır. 16 mərtəbəli binanın 14-cü mərtəbəsində yerləşir. Gördüyünüz şəkildə satılır mebellər hamısı qiymətə daxildir. Və mənzilin start olaraq qiyməti 150.000 manat təyin olunub və oradan da cüzi bir miqdar endirim olacaq. Belə əlavə məlumat üçün də göstərilən nömrə ilə əlaqə saxlaya bilərsiniz.